Biz Monqolların Azərbaycana yürüşlərini keçiririk. Dedik ki, Monqolların Azərbaycana birinci yürüşü nə vaxtı? 1220-22-ci illərdə. Monqollar hansı ərazilərdən keçib Azərbaycana yürüş etmişdi? Zəncan, Təbriz, bir də harda? Yox, Zəncan, Sərab, bir də hara? Ərdə, yox, Zəncan, Sərab, yox, Ərdəbildə. Yaxşımı? Yəni cənubdan keçib Azərbaycana yürüş etmişdilər. Monqolların birinci yürüşü istiqamətinə baxsaq, bir dənə fikir verin Monqolların yürüşü. Dedik ki, hardan gəldi uşaqlar? Təbrizə gəldilər, bu ərazidən keçib. Gəldilər, gördülər ki, Təbriz əhalisi üsyana hazırdır. Müqavimət göstərə bilməyəcəklərini anladıqlarına görə geri çəkildilər. Hələ bunu deməmişdən qabaq mən sizə bax bir şey deyim. Monqolların Azərbaycana yürüşü ərəfəsində ölkədə vəziyyət necə idi? Dağınıq var. Bəli, vahid dövlət yox idi. Dağınıq vəziyyətdə idi. Feodal pərəkəndə dövlətlərdən hansı idi 25-ə qədər? Atabəylər, bir də Şirvanşahlar. Şirvanşahlar dövlətini görürük. Atabəylərdəki burada işarələnib. Yaxşımı? Marağada Rəvvadilər nəslindən olan kimlər idi? Axsunqurilər. Axsunqurilər də biz nə vaxt demişdik? 1108, 1227. Marağada Axsunqurilər idi. Ondan sonra biz nə dedik? Eldənizlər dövləti zəifləmişdi. Hökmdarlar arasında gedən çəkişmələr, ümumiyyətlə Əbu Bəkirin dövründən Eldənizlərin zəifləməsini qeyd eləmişdik. Özbək də gəldi, hər şey vurdu, çırtdı. Vəssalam. 1220-22-ci illərdə Monqolların birinci yürüşü hansı xarakter daşıyırdı? Kəşfiyyat. Kim başçılıq eləmişdi? Cəbə və Subutay. Deməli, Zəncan, Ərdəbil, Sərab dedik, tutdu, gəldi hara? Təbrizə. Təbrizin müdafiəsinə əmin olandan sonra yaxşıdır, xərac aldı, uşaqlar gedir hara? Muğana. Təxminən bax bu ərazilərdə, yaxşı. Muğanda gedəndən sonra Muğandan çıxır, gedir hara? Gürcüstana, Tiflisə. Bax, fikir verin, buradan bildim, qəşəng görürsün. Muğandan sonra dedik ki, hara getmişdi? Gürcüstana, Tiflisə, yaxşımı? Gürcüstana gedəndə uşaqlar 4-cü Georgiorda eşidir ki, Atabəy Özbəklə hərbi ittifaq bağlayır. Elə bunu eşidən kimi gəlir, onları nə edir? Ayrı-ayrılıqda məhv edir, yaxşımı? Aydındır sizə və ondan sonra uşaqlar bu qayıdıb yenidən gələcək hara? Təbrizə qayıdır gəlir. Bu zaman Təbrizin hakimi Tıt kimi idi? Mən sizə demişdim. Tuğrayı. Tuğraydan sonra deyəcəm ki, görürlər müdafiə hazır olduğunu görəndən sonra uşaqlar qayıdıb hara gələcəkdir bu? Qayıdır gəlir Marağaya. Marağada Təbrizin Urmiyanın aşağısındadır. Marağada əhaliyə divanı tutandan sonra Yaqut Həməvinin məlumatını istinad edib deyirik, gəlir Ərdəbilə. Ərdəbildə nə etmişdi? Ərlər öldürmüşdü. Bütün ər sözünün ər igid mənasında bütün kişiləri qılıncdan keçirmişdi. Ərdəbildən sonra yenə qayıdıb gəlirəm uşaqlar Təbrizə. Fikir verdiniz, Təbrizə neçənci dəfə yürüşüm olur? 3-cü dəfə yürüşüm, bəli. Təbrizə yürüşümdən sonra yenə də görürəm şəhərin müdafiəsini gördükdən sonra açıq döyüşə girməkdən kifayətlənməyəcəm. Bəli, qorxacam ki, xərac alıb kifayətlənib çıxıb gedəcəm. Uşaqlar, Sərab, Naxçıvan, bir dənə yaxın oturun mənə. Buradan fikir verin. Sərab, bax Naxçıvanı gördük burada. Sərab da Ərdəbillə Təbrizin arasında Aysa. Sərab və Naxçıvan şəhərlərini bax fikir verirsiniz. Hücum edirlər. Şəhəri dağıdandan sonra 1221-ci ildə Araz çayına Kür çayının qovşağında yerləşən Beyləqana gələcəklər. 1221-ci ilin payızında Beyləqanı mühasirəyə alırlar. Ələ keçirdəndən sonra uşaqlar, qadınları, uşaqları hamısını məhv edirlər. Beyləqandan sonra gələcəklər hara? Gəncəyə. Gəncədə də gələndə uşaqlar gördülər Gəncə müdafiəsi, qala divarları möhkəmdir. Yenə qorxuram, xərac alıram, yaxşımı? Təbrizlə Gəncədən xərac alandan sonra gəlirəm hara? Şirvana. Uşaqlar, mən Şirvana gələndən sonra Şirvandan gələcəm hara? Şamaxıya. Şamaxıda əhaliyə divan tutacağam. Şamaxı əhalisi deyəcək qılınca sarılmaq vaxtıdır. Bizə qılıncdan qurtuluş yoxdur, şərəflə ölmək bizə daha vacibdir. Bunu biz Spartakda da demişdik. Spartak nə demişdi? Acından ölməkdənsə, bəli, 74-71-ci illərdə Spartak hansı adanı ələ keçirmək uğrunda mübarizə aparmışdı? Siciliya. Spartak üsyanını kim yatırtmışdı? Yox, mən ipucu vermişdim. Spartak. Kras. Bəli. Kras. Bir dəqiqə videonuzu dayandırın, sizdən işim var. Bəli. Kras. Ay, sağ ol. İndi bax, Şamaxıdan da dedik ki, hiylə yolu ilə uşaqlar gedəcək Dərbəndə. Dərbətdən də əhalidən deyəcək, yəni tabi olmuram, bura nümayəndə göndərəcəklər. Birini öldürür, yolu
bildirir. Ondan sonra da 1223-də Kalka döyüşü olacaq. Onlar da Monqollar keçəndə sizə deyəcəm. Hələlik Monqolların birinci yürüşün istiqamətlərinin biridir. Deməli, Monqolların birinci yürüşündə xərac aldığı şəhərimiz Təbriz Urmiyanın baş hissəsində yerləşən, bir də ki, bəli, Gəncə idi ki, bu da Göyçə gölü. Gəncə gölü, Göyçə gölü, uşaqlar. Belə məlumatlar verirəm ki, yadınızda qalsın deyə. İndi Xarəzmşah Cəlaləddin'dən danışacağım mən sizə uşaqlar. Xarəzmşah Cəlaləddin Azərbaycana yürüşləri 1225-dən nə vaxta qədər? 1231-ci ilə qədər. Öncə burada yazı, sonra xərit üzərində deyəcəm sizə arzu. Yaxşı. Uşaqlar, Xarəzmşah nə idi onun adı? Cəlaləddin Azərbaycana gələndə Özbək qaçacaq hara? Gəncəyə. Oradan da qaçacaq hara? Əlincə qalasına. Deməli, şəhər qalıb başlı başına. Yaxşımı? İndi 1225-ci ildə Azərbaycan Eldənizlər dövlətinə son qoyacaq, yaxşımı? Eldənizlər Təbrizi tutacaq, Eldəniz. Burada nəsə yazanda fikir verməyin. Fikrim orada olmur. Sonra uşaqlar Təbrizlər, ondan sonra biz deyəcəyik ki, üsyana qalxdılar. Bax, yadınızda saxlayın. Təbrizlər bunlara qarşı mübarizə aparır. Xarəzmşah Cəlaləddin. Ümumiyyətlə Xarəzmşah Cəlaləddin ilk dəfə gələndə özünü göstərmək üçün Marağanı tutur. İndi onu xərit üzərində deyəcəm. Burada bərpa işləri aparır. Marağa aşağıdaydı, Urmiyanın aşağısında. Marağadan qalxacaq hara? Bir dənə elə qoydayım açmışkən. Marağa bax. Urmiyanın aşağısı Marağa. Urmiyada dəniz əjdahasına oxşayır. Arif bir dənə fikir ver. Bax. Bir dənə dil qoysa əjdaha. Dəniz əjdahasıdır. Yaxşı, əjdahanın başı Təbriz. Təbriz bizim ürəyimizdir. Təbriz şəhərimizdir. Aşağı isə Marağa şəhərimizdir. Yaxşımı? Deməli, Marağadan tuturam, qalxıram yuxarı. Təbrizdə uşaqlar mənə qarşı üsyana qalxıbdı. Hə? Mən də görürəm, şəhər əyanları ilə sazişə girirəm. Bunlar da inanırlar. Silahların yerə qoyandan sonra, hə? Mən başlayıram, nə edirəm uşaqlar? Bunlara nə cür deyim sizə, divan tutmağa başlayırlar. Ay sağ ol. İndi deməli, bax, bir də bir yaxın əyləşim mən sizə. Xarəzmşah Cəlaləddin tutduğu şəhərlər Arzu, Kürlə Arazın arasındakı ərazilərdir. Nə cürdür mən sizə Dizraf döyüşündə itirilən ərazilər deyirdim. Utişa, Kaşengir, Mankol deyirdim. Kürlə Arazın xəritədə yadınızda. Bu da elədir. Baxın burada Bərdə bığı, Beyləqan bığı, Gəncə, Şəmkir. Fikir verdiniz, Kür çayı boyunca gedir. Aydındır. Bir də deyirəm Bərdə, Beyləqan, Gəncə. Bu da nə idi? Təbriz, belə Gəncə, Şəmkir. Amma bax 1225-də Arif nə dedi? 1225-də hansı dövlətə son qoydu? Atabəylər getdi. Bəli. Uşaqlar 1227-ci-də Şirvanşahlar 3-cü Fərbriz 25-43-cü illərdə 3-cü Fərbrizi özümdən asılı vəziyyətə saldım. 1-ci Fərbrizi kim özündən asılı vəziyyətə salmışdı? 1063-cü ildə, bəli, Səlcuqlar. Ondan sonra deyəcəyim ki, 1227-ci ildə Ağsunqurlar demişdim. Marağada Rəbb adilər nəsinə, Ağsunqurların, onlara son qoyacağım, bəli. Ağsunqurların da yaranmasını bayaq dedik. Nə vaxtı? 1118. Sonra 1227. Bax, bir sual da verim sizə. Təbrizdə Ağsunqurların əlindən almışdı. Təbrizdə Qızıl Arslanı hakim təyin etmişdi. Qızıl Arslanı oğlu Əbu Bəkirin Atabəyi təyin etmişdi kim? Bəli, Məhəmməd Cahan Pəhləvan. Deyin də, səsiniz düşdü, narahat olmuyor. Məhəmməd Cahan Pəhləvan idi, yaxşımı? Bu üç dövlətə son qoydum, amma mənə qarşı üsyanlar da baş vermiş uşaqlar. Bax, üsyanları çox xahiş edirəm, qarışdırmırsınız. Üsyanlar harada baş verib mənə qarşı? Naxçıvan, Mərənd, Xoyda. Bax, fikir verirsiniz, Urmiyanın baş hissəsində. Harada? Naxçıvan, hara? Mərənd, bir də haraydı? Xoyda. Aydındır. Bu da mənə qarşı üsyanların baş verdiyini göstərdi. Ümumiyyətlə uşaqlar, mənə qarşı baş verən üsyanlar ən pik nöqtəsi Gəncədə idi. 1231-ci ildə bax hakimiyyətdən gedəndə Xarəzmşahların ən böyük üsyan idi. Azərbaycan idarəsini Xarəzmşah tapşırmışdı Şərəf əl-Mülkün evi. Bu da ki, belə deyim də, Şərəf əl-Mülkü şərəflə tapşırığı yerinə yetirmədi. Əhaliyə qarşı, buna qarşı qəddarlığı ilə yadda qalmışdı. Qeyri-qanuni vergiləri ilə yadda qalmışdı. Ondan sonra ay uşaqlar, Gəncə üsyanı ən pik nöqtəyə çatandan sonra gəlirlər, şəhər hakiminin sarayını dağıdırlar. Əlavə olaraq dövlət məmurlarını, qulluqçularını öldürəcəklər. Şəhərdə Xarəzm qarnizonları var idi ki, onların hamısını inəyəcəklər, məhv eləyəcəklər. Şəhərdə nəyi? Xarəzm qarnizonlarını məhv eləyəcəklər. Bir daha deyirəm sizə.
Xoy, Mərəd, Naxçıvanda baş verən üsyanlar mənim hakimiyyətimin möhkəm olmadığını göstərdi və mən bir də yenidən nə edəcəm? Monqolların yürüşünün bura gəlməsinə şərait yaradacağam. Aydındır sizə, uşaqlar, Monqolların birinci, ikinci yürüşü 1231-39-cu illəri əhatə eləmişdi. Bax, mən sizə dedim, Xarəzmşah Cəlaləddin birinci hara gəldi? Marağanı tutdu, Bərpi şah apardı da, hə? Arzu fikir ver. Eyni bunun yürüş istiqamətləri uşaqlar. Elə bilin ki, Monqolların ikinci yürüşün istiqamətləridir. Eyni şeydir. Baxın, Marağa, Təbriz, hə? Bu tutdu 1231-də Monqollar. Aydındır sizə. 1231-də. Uşaqlar, Gəncə neçə sözdən ibarətdir? Bəli. 1235-də haranı tutacağım? Gəncəni. Gördünüzmü? Birinci yürüşündə tuta bilmədiyi hansı şəhər idi? Təbriz, Gəncə. Monqollar ikinci yürüşündə gələndə tutdu. Bəli, tutdu. Təbrizi tabe edəndən sonra uşaqlar bir çox sənətkarları özümlə paytaxtda Qaraqoruma aparacağım. Buna fikir verirsiniz. Gəncəni tutandan sonra uşaqlar 1235-dən üstə 4 gələm 39-a qədər Gəncə nə vəziyyətdə qalacaq? Dağınıqlıq vəziyyətdə də, xaraba vəziyyətində qalacaqdı, yaxşımı? Ondan sonra o ki demişdim, Xarəzmşah haranı tutmuşdu, bax, Beyləqan, Bərdə, Gəncə, Şəmkir, eyni bax uşaqlar, Şabran, Şamaxı, fikir verin bura, Şabran, Şamaxı ərazilərini tutacaqlar. Bakı, gəlirik burada hissələrdə Tovuz, aydındır sizə. Azərbaycan tutandan sonra uşaqlar fikir verin. Dərbəndin tutulması ilə Azərbaycanın işğalını neyniyəcəklər? Başa çatdıracaqlar. Dərbəndi də buradadır. Şabran, hə. Şabran, Dərbənd. Dərbəndin tutulması neyniyir? Azərbaycanın işğalını başa çatdırdı. İlk yürüşümdə bura kəşfiyyata gəlmişdim də. Nə var, nə yox, abla bilirdi, ya Arif. İndi burada nə idi? Məqsədim möhkəmlənmək. Aydındır sizə. Uşaqlar, Monqollar 1239-cu ildə 1256-cı ilə qədər burada Ali Monqol xaqanlığını yaratmışdılar. Nə vaxta qədər? 1239-dan 1256-cı ilə qədər. Bax, burada nə deməkdir uşaqlar Ali Monqol xaqanlığı? Mən canişin təyin edəcəm. Azərbaycanda canişinlik hansı dövlətdə yaranmışdı? Mannada. 8-ci əsrdə İran dövründə bəli canişinlik sistemi. Onun canişinlik sisteminə qarşı harda üsyanlar baş vermişdi? Ən böyük üsyanlar. Bəli, 719-da. Şu an dur. Yaxşımı? İndi uşaqlar, bax bura canişinlər idarə olunacaq. Monqol canişinlərini deyəndə Monqollarda q hərfinə fikir verilir. Argun. Argun ağanı bura canişin təyin edirlər. Mən testdə yazaram ki, Monqollarda Yuşmutu bura canişin təyin eləmişdi. Yazaram da. Bax, fikir verir, ipucuları mənim koddaşdırmamı deyən, bilən uşaq göz yad avtomatik yazacaq. Bunu mən sizə belə demirəm. Bütün dərs 12 kitabın 12-də koddaşdırmışam. Siz də kitabda koddaşdırırsınız. 3 dəfə oxuyub 5 dənə test bankdan işləyəndən sonra aybəla girib gülə-gülə yazıb çıxacaqsınız. Bunun hamısını eləsən, mən sənə inşallah Allahın izni zamin dururam ki, nəticəmiz əla olacaq. Argun ağa Azərbaycandakı uşaqlar keçirdiyi, bax, yadınızda saxlayın. Məqsədim nə idi? İslahat keçirəm. Yerliləri, Monqollar kim idi? Köçərlər idi, hə? Yerliləri, yerli feodalları köçəri Monqol əyanlarından aslı vəziyyətə salmaq. Bir dənə bunu dərk eləyin. Nə dedim? Köçəriləri yerlilərdən asılacaq. Yox, əksinə. Yerliləri köçərilərdən asılacaq. Ay, sağ olun, vəssalam. Bax, bu mənim əsas məqsədim. Yerli feodallar uşaqlar mənə gətirib xərac da verəcək. Hələ bir zəhmət gətirib mənə qiymətli hədiyyələr də verəcək. Və tac qoyma mərasimində yerli feodallar gəlib nə edəcək? İştirak edəcək. Bir də uşaqlar, hər dəfə Ali Monqol xaqanlığı, bax, yadınızda saxlayın. Mən seçilmişdin sən, indi mən seçilmişəm də, yeni Monqol seçilirəm də, yeni hökmdar seçilirəm. Yerli feodallar yox idi ki, hə? Gəlirsiniz siz də uşaqlar, məndən deyirsən, icazə verirsən, mən gedim malikanəmi idarə eləyim. Mən də bunun üçün sənə icazə kağızı, yarlıq verəcəm, yarlıq. Bax, bu yarlıq qəbalə ərəblərin dövründədir, yarlıqdır. Osmanlıların dövründə də var, yarlıq kimi əvəz edicilər var, çoxdur. Hələlik Monqolları öyrənin. Monqolların dövründə ərəblərdə qəbalə, icazə kağızı, bu fikir verirsiniz, yarlıq, qəbalə, bax, bunlarda da yarlıq verəcək ki, niyə? Getsin öz malikanəsini idarə eləsin. Sərəncam idi də, əmir, sərəncam.
Bizdə indi prezidentimiz sərəncam verir də, icra nümayəndəsi təyin olundu. Bu da elə bir şeydir, yaxşımı? İndi gəldik Monqolların uşaqlar 3-cü yürüşünə. Monqolların 3-cü yürüşü 1200 neçənci illəri əhatə edəcək, gələcək 56-cı illərdən 58-ci ilə qədər. 1256-cı ildə fikir verirsən, 3 il sonra da bir hadisəni deyirəm sizə. 1256-cı ildə Azərbaycanı, 1258-ci ildə Bağdadı tutmaqla artıq nə edəcək uşaqlar? Abbasilər sülaləsinin sona qoyacaq xilafətini. Abbasilər xilafəti 750-dən 1258-ci ilə qədər hakimiyyətdə olmuşdu. Aydındır? O boyda Abbasilərə son qoydular, yaxşımı? Uşaqlar, ərazilərimizə fikir versək, Amudəryadan Araq dənizinə, Böyük Qafqaz dağlarından İran körfəzinə qədər olan Amudəryadan, bax götürürük, Amudəryadan hara qədər dedim mən sizə, Aralıq dənizinə. Amudərya götürək də Xəzər dənizinin qarşısına, Amudəryadan hara qədər, bir də deyim, bəli, Aralıq dənizdə keçirik də o tərəflərə, hə? Qafqazdan düz aşağı düşməyəcək burada, hə? Bəli, baba, bu gərək o birisi xəritədə göstər. Təxminən də Azərbaycan xəritəsi də alınmayacaq. O birisi xəritədə göstərirəm. İran körfəzinə qədər olan əraziləri nə etmişdi, əhatə etmişdi. Uşaqlar, indi mən sizə Hülakilər dövlətindən danışacağım. Hülakilər dövləti 1258-dən 1357-ci ilə qədər hakimiyyətdə olmuşdu. Hülakilər dövlətində ay uşaqlar, Hülaki deməli olar ki, 5-ci Monqol ulusuydu. Yadınızda saxlayın. Hülakilər həmçinin buna Elxanilər dövləti də deyirdi, qarışdırmayın ha, Hülaki Elxanilər. Yəni bunların Azərbaycanda hakimiyyəti belə deyək də əsasən də Azərbaycana üstünlük verməsi ilə başlayır. Niyə? Çünki bunlar Azərbaycana siyasi inzibati mərkəzə çevrilmişdi. Bax, Qarabağ Eldənizlərin yaylağı, ondan sonra isə Aran, Muğan isə qışlaq olacaq. Yaylaq qış vaxtı gedirdilər hara? Aran, Muğan, axı Aran Qarabağ var da, ora yaxşı olur da havasına görə. Amma yayda gedirmişlər hara? Qarabağ iqamətgahı olunmuşdu. Atropatena hökmdarlarını demişdik, qış iqamətgahı haraydı? Yox. Hansı idi qış iqamətgahı Atropatena hökmdarlarının? Fraspa. Yaxşı. Qış iqamətgahı har olmuşdu? Fraspa şəhəri olmuşdu. Yaxşımı? Uşaqlar, bax, indi belə deyək də, Azərbaycanın ərazisi 220 min nə qədər idi? Kvadrat kilometr idi. Paytaxtda hara olur uşaqlar? Marağa, Təbriz, Sultaniyə, Təbriz. Xəritə üzərində. Xəritəni öyrənirik. Xəritəni bilmək bizim birinci amalımızdır. Mən elə belə açmıram xəritələri. Marağa, Təbriz, hara oldu? Sultaniyə, Təbriz. Gördünüz? Elxanilərin hökm paytaxtı olmuşdu. Təbriz deyəndən sonra uşaqlar Hülaki xanım məsləhətçisi, Abaqa xanım vəziri olmuşdu, Nəsrəddin Tusi. Hülaki mənim məsləhətçimdir. Abaqa xanım isə onun oğludur da, vəziri olur. Aydındırmı? Nəsrəddin Tusi. Hülakinin məsləhətçiliyi oluram. Abaqanın isə vəzir olmuşdu. Abaqa xan da onun oğludur. Uşaqlar, gəlin Hülakilərə mən fikir verəndə, Hülaki xana fikir verəndə nə deyəcəm? Arzu, Hülaki xanda 2 hərfindən fikir veririk. 2 hərfindən fikir verəndə ay uşaqlar deyəcəksiniz ki, bax Hülaki xan dövlətin şimaldan hücumlarının qarşısını almaq üçün yadınızda saxlayın, şimal səhhəsinə Monqolların güclü hərbi dəstələri məskən salacaq. Uşaqlar, Hülaki xanın vəzifəyə belə deyək də gətirəcək, kimləri ən yaxınlarına verəcək? Şəhzadələrə, ondan sonra tanınmış əmirlərə verəcək nəyi? Hakimiyyət, ali hakimiyyət orqanları, hərbi siyasi idarə etməni, bunların hamısını gətirirəm, dövlətin özəl strukturlarını, hamısını gətirir, öz yaxın adamlarımı, tanınmışları burada əyləşdirirəm, yaxşımı? Bax, mən sizə dedim, nə idi onun adı? Ali Monqol xaqanlığı dövründə məqsəd nə idi? Yerliləri köçərlərdən asılı vəziyyətdə. Hülaki xan ki, köçərlərə meyilli olub, köçəri. Yəni, yerli feodalları neynəsin? Köçəri feodallardan asılı vəziyyətə salsın, yaxşımı? Hülaki xandan sonra uşaqlar biz deyəcəyik ki, Azərbaycan, bax, yadınızda saxlayın. Hülaki xandan başlayacaq uşaqlar Qızıl Ordu indi mən sizə keçəndə deyəcəm, Cuci nəslindən olanlar idi da, yaxşımı? Bunlar arasında Azərbaycana sahib olma uğrunda mübarizə getmişdi.
Cuci nəsli də 1359-da onların başa çatacaq, keçəcək başqa nəsillərin. Qızıl Ordu 1243-dən yaranır, 1502-yə. Bunların hamısı indi bunlarla bərabər paralel keçəndə biləsiniz. Qulaq asın. İndi dedik ki, Şimali Qafqazda möhkəmlənən Qızıl Ordu xanın yürüşlərinin səbəbləri ilk dəfə Hülaki xanın dövründə bura Qızıl Ordu nə edəcək, yürüş eləyəcək. Və bunların da yürüşlərinin səbəbləri uşaqlar o idi ki, qışlaq üçün hara dedim bunların iqamətgahı idi? Muğan, Aran, hə? Buranı ələ keçirmək. Cənubda o qədər məhsuldar torpaqlar var idi. Ondan sonra karvan yollarını nəzarət altına almaq bunların əsas məqsədi olmuşdu. Və Hülaki xan deyəcəyin ki, Arana hakim təyin etmişdi kimi Yuşmud. Bax, bir də uşaqlar, Hülaki xan dönə 2 hərfi yazmışam. Mərkəzləşmiş dövlət yaratdı. Mərkəz. Aydındır? Hülaki xan köçərləri, Hülaki xan mərkəzləşmiş dövlət yaratdı. Aydındır sizə? Hülaki xan bir də dedik ki, uşaqlar neynəmişdi? Köçəri Monqol var idi da, feodallar var idi ki, onları başlamışdı, gətirib neynəmişdi? Yerləşdirmişdi şimal hissəsində, Monqolları yerləşdirmişdi. Onları burada yerləşdirməkdə məqsədi Qızıl Ordunun hücumlarından qorumaq idi. Aydındır sizə Hülaki xan? Monqolların Azərbaycana birinci yürüşü nə vaxt oldu? 1220-22-ci illərdə. Xarəzmşah Cəlləddin Azərbaycana yürüşü 1231-1235-ci illərdə. Ondan sonra Monqolların Azərbaycana 31-ci illərdə, ikinci yürüşü 31-39. Ali Monqol xaqanlığı 1239-56, Monqolların üçüncü yürüşü 1256-58-ci illərdə. İndi uşaqlar gəlirik Monqolların dövründə. Sizcə Monqollar hara ayaq basarsa, necə olar ay uşaqlar? Hər şeyi məhv eləyər də. Nəyi məhv eləyəcək? İqtisadiyyatımızı, mədəniyyətimizi, irriqasiya, süni suvarma sistemləri olsun, suvarma sistemləri olsun. İkinci yürüşdə yadınızda da dedim ki, sənətkarları özləri ilə götürüb hara aparmışdılar? Qara qoruma aparmışdılar. Qalanların qula çevirirdilər, işlədirdilər. Yəni Monqol olan bir yerdə dağılıbdır da, yaxşımı çökübdür. İndi biz sizə 13-cü əsrin 80-90-cı illərindən danışanda uşaqlar 1295, bax 90-cı illərin yarısı 1304-cü illərdən danışacağam. Ümumiyyətlə 13-cü əsrin 80-90-cı illəri feodal çəkişmələri artmışdı. İqtisadiyyat, siyasət, dövlət tamamilə nə baş vermişdi? Çökmüşdü. Qazan xan uşaqlar 1295-ci ildə Hülakilərdə hakimiyyətə gələndən sonra müəyyən nisbətən dirçəliş baş verəcək. Yadınızda qalsın. Ciddi addımlar atacaq ay uşaqlar. Şimalda, bax yadınızda qalsın, Azərbaycanın şimalında Monqol əyanları üsyan qaldıracaq. Azərbaycanın şimalında, bax dedim, Monqol dəstələrini kim gətirib məskunlaşdırmışdı Qızıl Ordunun vaxtaşırı hücumların qarşısını almaq üçün? Hülaki. Bax, şimalda Monqol əyanların qaldırdıqları qiyamı yatıracaq. Qazan xan uşaqlar nə edəcək? Hülaki köçəri idi. Qazan, yer qazmaq mənasında yadınızda saxlayın, yerli feodallar arxalanırdı. Aydındır? Qazan kimi arxalandı? Deməli uşaqlar, yerlərə arxalanıram, köçərlərin qüdrəti olsun, iqtisadiyyatı olsun, onları zəiflətməkdə onları nə edirdi? Köçərlər əlbəttə ki, mənə qarşı çıxacaq, bəli, mənə qarşı üsyan verəcək arzu. Mən də bu üsyanları nə edəcəm? Yatır da, cam, yaxşımı? Uşaqlar, Qazan xanın tarixçisi, alimi, vəziri Fəzlullah Rəşdəddin olmuşdu. Amma bayaq mən sizə dedim, Hülaki xanın məsləhətçisi, Qazan xanın nə idi? Hülaki xanın məsləhətçisi Abaqa xanın vəziri olmuşdu, Nəsrəddin Tusi. Fəzlullah Rəşdəddin Qazan xanın vəziri olmuşdu. Qazan xan uşaqlar, mən islahat keçirdirəm, səhniyi keçirdirəm. Hakimiyyətimi möhkəmləndirim, əhalinin vəziyyətini, qayda qanun yaradım. Bir də dövlətin gəlirlərini, mütəmadi axınını, xəzinənin gəlirlərini, mütəmadi axınını təmin etmək idi. Yaxşımı? Gəlin uşaqlar, Qazan xanım mən bura islahatlarını yazacağam. Sonra sizə siz mən deyin yazıram. Deyin islahat. Sonra torpaq. Deyin. Vergi. Sonra deyə bilərik uşaqlar. Sonra məhkəmə. Məhkəmədən sonra rabitə. Rabitə. Sonra nə idi? Məhkəmə.
fikir verin siz mənə, ora fikir verməyin. Sonra din, torpaq, vergi, məhkəmə, rabitə. Gəlin mən sizə bunun izahını verim. Arzu biraz yaxın əyləş. Uşaqlar, dini torpaqlarında məqsəd, bir dini torpaqlarında, dini islahatında məqsəd kimin rəğbətini qazanmaq istəyirəm, Qazanxan? Hə? Əhalində yerlər. Ay, bəli, yer dərk edirsən Arzu dediklərimi. Yerlərin rəğbətini qazanmaq üçün nə edəcəm mən? Bax, Ludwig uşaqlar, yerli əhalinin, əyanların razılığını qazanmaq üçün xristian dinini qəbul etmişdi. Bax, İslam nə idi onun adı? Özbəkin özü də, indi keçəndə deyəcəyim, o da 14-cü əsrin, bəli, birinci yarısında İslam dinini qəbul olur, Qızıl Orduda. Yerli feodalları, müsəlman din xadimini öz tərəfinə çəkmək üçün nə edəcəm? İslam dinini qəbul edəcəm. İslam dinində uşaqlar, özümə Mahmud ləqəbi götürəcəm. Mahmud. Mud hərfinə baxırsınız, D hərfi ilə bitdi ha. Deməli, bunun hansı islahatımda olub? Dini islahatımda. Bütün əhalinin, müsəlmanların deyir ki, razı olması, bütpərəstlikdən üz döndərməsi bu uydurma bir şey deyil. Yaxşımı? İndi gəldik Qazanxan dini islahatından sonra qopçur vergisini ləğv etmiş uşaqlar. Qopçur can vergisi idi. Ərəblərin dövründə can vergisi nə idi? Cizyə. Sasanilərin dövründə can vergisi gezit, aysa. Deməli, dini islahatından sonra hansı vergini ləğv edəcək? Bəli, can vergisini ləğv edəcək. Bax, biz gəldik nəyə, ay uşaqlar? Torpaq islahatına. Monqolların torpaq islahatında uşaqlar əsas məqsədi nə idi? Monqol qoşunda xidmət edənlərə torpaq sahəsinin verilməsi. Bax, fikir verin, ha. Elə belə vermirəm ha torpaqları. Kimə verəcəm torpaqları? Monqol qoşunda xidmət edənlərə. Uşaqlar, iqta adlanan torpaqları idi. Hə? Bax, yadınızda saxlayın. Bu torpaqlar hansı torpaqlar hesabına verilirdi? Bit sözü ilə, dib sözü ilə, dib sözü ilə yadınızda saxlayın. Dib, divan, incu, bayraq torpaqları hesabına veriləcək. Yaxşımı? Uşaqlar, hərbi qulluq göstərənə verirəm. Monqol qoşunda xidmət edənlərə iqta verirdi. İqta torpaqlarının alınıb, satılıb, bağışlanıb, icarəyə verilə bilməzdi. Mən iqta sahibiyəm. Öldükdən sonra mənim hərbi işimi davam etdirən oğlum, xələfim varsa ona verirəm. Yoxdursa uşaqlar kimə veriləcəkdir? Başqa bir hərbiçiyə veriləcəkdir. Həmən iqta torpağının üstündə, bax bu stolu verirəm sizə. Stolun üstündə nə görürsünüz? Karandaş, stol, hər kitab nə? Hamısını birlikdə verəcəm. Yəni mən həmən o iqta torpaqları verəndə kəndlər, su varması olsun, nə bilim, hər nə varsa iqtadara verəcəkdim o torpaqları. Uşaqlar, Qazanxan 1304-də getdi axı. Keçən dəfə qızlara deyirəm, gedir Asiya. Qazanxan 1304-də getdi. Getməmişdən bir il qabaq kəndləri zəlir günə qoyub getdi. Neynədir? 1303-cü ildə Qazanxan verdiyi qanuna əsasən uşaqlar nə baş verəcək? Kəndlərin bir yerdən başqa yerə köçməsi qadağan olunacaq. Yaxşımı? Neynədim? Kəndlər bir yerdən başqa yerə köçməsi qadağan olundu. Deməli, 2 dənə islahat ilə tanış olduq. Gəlirik 3-cü islahatına, vergi islahatı. Uşaqlar, vergi islahatında, bax, mən vergi islahatı keçirirəm. Birinci deyirəm ki, gəlin görək, hə? Uşaqlar, dedik ki, baxın, vergi islahatı keçirirəm də, verginin növü. Ay bax, hansı növdə vergilər olacaq, hə? Miqdarı nə qədər toplayacam, hə? Toplamanı necə həyata keçir? Biri var, bizdə vergini necə toplayırlar? Gəlirlər, sayğacı yazıb qoyurlar, ora çıxır gedirlər də, hə? Vaxtı, ayın axırından gəlib yazıb qoyub ora gedirlər. Bəli, bax, bunu dəqiqləşdirdim. Yaxşımı? Verginin növü, miqdarı, toplanması, qaydası. Aydındır. Uşaqlar, vergi verənləri siyahıya tutdum. Həm kənddən sonra nə gəlir? Şəhər, hə? Hər birinin ödəyəcək vergiləri asıb yazırdım. Arif böyük lövhələrdə yazıb asırdım görməli yerlərdən. Yaxşımı? İndi vergilərin yığılmasında uşaqlar, bax, bir dənə yadınızda saxlayın. Qeyri-qanuni vergiləri ləğv edirəm. Nə bilim, işıq pulu var, su pulu var, qaz pulu var. Nə bilim, bir dənə gəlirlər ki, nə pulu deyək mən sizə? Məsəl üçün, təmizlik üçün pul alırlar, nə bilim, lift üçün pul alırlar da. Belə pul əlavə vergilərdir də, məsəl üçün. Qeyri-qanuni vergiləri ləğv edəcəm. Vergilərin toplanmasını, ayrı fikir ver, mərkəzi divana həvalə edəcəm. Vilayət hakimlərinə nə deyəcəm? Deyəcəm, gedin, oturun, oturduğunuz yerdə. Bu işə qarışmaq qadağan olunur. Vergi toplanmasını yadınıza sal. 3 il müddətinə sənə verirəm icarəyə. Gələm, Arif, get 3 il müddətinə sən yığasan. İcarəyə verirəm vergilər. Vergi, uşaqlar, G hərfinin kar qarşılığı nədir?
2. Vergi kəskin mübarizə şəraitində həyata keçirilmişdi. Aydındır sizə? Vergi nə idi? Kəskin mübarizə şəraitində həyata keçirildi. Qazan xan, yadınızda saxlayın. Vergi islahatı keçirməkdə məqsədim nə idi? Həm məmurların özbaşınalığı, həm də kəndlərdən qeyri-qanunsuz vergilərin alınmasını qadağan etmək. Dedik 3 dənə islahat keçirdik. Dedik vergilərin məqsədim nə idi? Mərkəzi divana həvalə olundu. Vilayət hakimlərinə icazə vermədim. 3 il müddətinə icarəyə vermişdim vergi toplanması. Desəm ki, kəskin mübarizə şəraitində həyata keçirildi vergi. İndi gəlirik məhkəməni deyim elə. Məhkəmə M hərfinə baxırsan Arzu. Məhkəmə yarımçıq qalmışdı. Tam deyildi. Yarımçıq. Aydındır? Yarım. Amma desəm kəskin mübarizə vergi. Yarımçıq qaldı məhkəmə islahatı. Uşaqlar. Ölkədə məhkəmə islahatını keçirməkdə məqsədim, əsas məqsəd qazi vəzifəsi. Bax, qazı. Qazi vəzifəsinin uşaqlar layiqli din xadimlərinin təyin olunmasıdır. Məhkəmədə özbaşınalıqlara son qoymaq, yaxşımı? Arif, desəm ki, alqı-satqı işi, burada ticarəti yazmamışıq, yadımızdan çıxıb. Ticarət. Bax, mən desəm ki, alqı-satqı işi uşaqlar, alqı-satqı deyəndə ticarət yadıma düşdü. Ticarətdədir, yadınızda saxlayın. Ticarətdə deyil, alqı-satqı. Bugün ev alıram, maşın alıram, hara gedirəm? Notarius yolu ilə almırıq, hə? Ona görə sizi çaşdırmasın ki, alqı-satqı işi ticarət islahatındadır. Xeyr. Alqı-satqı işi hardaydı uşaqlar? Məhkəmədə. 30 illik iddia sənədləri öz qanuni qüvvəsini itirdi. 30 illik nə deməkdir? Arif, tutaq ki, sən məni uğurlamısan planşetimi. Uğurlamısan inəyimi. İndi köhnə ilə deyim, qazımızı, heyvanımızı, hə? Bunun üstündən 30 il keçir. Də deyirəm, bunu ləğv edin də 30 il keçmiş iddia sənədləri qanuni qüvvəsini itirsin. Aydındırmı? Ondan sonra Arif şəhərin, mahalın, kəndin, qazıların səlahiyyətləri dəqiqləşdirdi. Kimin? Şəhər, mahal, bir də haranın demişdim? Kənd qazılarının. Bayaq nə cür şəhərin, yox, kəndin, şəhərin, vergi verənlərin dəqiqləşdirmişdim siyahısını. İndi də belə şəhərin, kəndin, məhkəmədə olan qazıların səlahiyyətləri, bir də uşaqlar, məhkəmə sədri qazi vəzifəsinə təyin edilərkən, bu işə belə deyim də, necə deyim, düzgün riayət edəcəyi barəsində dilindən qəbz alınırdı. Bax, qazı, qəbz, fikir verdiniz? Nə alınırdı? Qəbz alınırdı. Yaxşımı? Bu aydın oldu. İndi keçirəm mən sizə ortada qalıb rabitə islahatı. Uşaqlar, məqsədim ölkədə vahid rabitə sistemi yaratmaq idi. 2 il ərzində həyata keçir. Rabitədə i hərfinə fikir verin. 2 il ərzində rabitə, 2 il. 3 illik icarəyə verilmişdi. Hansı idi? 3 il iddia verilən. Bəli, vergi idi. 30 illik iddia sənədləri öz qanuni qüvvəsini itirmişdi məhkəmədə. Rabitədə nə yaradıldı? Vahid rabitə sistemi yaradıldı. 3 fərsəx 21 kilometrdən bir, yamlar yaradılmışdı. Tutaq ki, Arif, sən buradasan, 21 kilometr aramızda məsafə var. Məlumatı gəlib mənə çatdırırsan, qaydırsan yerinə. Mən məlumatı çatdırıram Arzuya, qaydıram yerimə. Arzu çatdır. Yəni məlumat necə, bu nəyə gətirdi, çıxartdı? Vahid rabitə sisteminə gətirdi, çıxartdı. Bəli. Amma uşaqlar, yamlar yaratmışdım da. Yamlara da ki, özlərini təmin eləmişdim onların qulluqçularla, atlarla və bizə də tapşırır ki, nə badə gedib ki, rəiyyət, yəni kəndlərin evində qalasınız. Qalmaq qadağan olunmuşdu. Yerli əhalidən vəsait almasını qadağan eləyirəm. Yaxşımı? Və uşaqlar, bunlar üçün mən 21 kilometr yol gedirəm də, həmən o yolu gedəndə mənim üçün kərvansaralar tikiləcək, yaxşımı? Həmən kərvansaralar indiki hotellər kimi də gedib orada gecəliyirəm, axır ki qalıram, mən rəiyyəti incitmirəm, onunla heç bir işim olmur. Aydındır sizə? Yəni onun evində də qalmaq qadağan idi. Aydındır? İndi gəldik ticarət. Uşaqlar, ticarətdə də birinci məqam var. Bura fikir verin. Ticarətdə, baxın, vahid pul sistemi yaratdı. Nə yaratdı? Pul sistemi. Amma ölçü çəki sabitlədi. Aydındır? Ölçü nə idi? Çəki.
Yadınızdadır son bilim keşiklərimiz. Bəli, Sen Şuxayandi. Nə yaratmışdı? Vahid ölçü çəki pul sistemi yaratmışdı. Ondan sonra Məlikşahın dövründə deyəcəm ki, vahid ölçü çəki pul sistemi yaratmışdı. Ticarət yollarında karvanların təhlükəsizliyini təmin etmişdi. Ondan sonra bəzi tacirlərdən bəzi vergilərin alınmasını qadağan eləmişdi. Aydın oldu sizə? Yaxşımı? Sonra uşaqlar biz nə deyəcəyik burada? Hə, gömrük haqqının toplanmasında qayda qanun yaradacaq. Gömrükün toplanması, karvanların, yolların, ticarət mərkəzləri qorunması üçün tədbir görür. Ticarət budur. Amma alqı, satqı işini uşaqlar gətirib hara verəcəyin? Məhkəməyə. Yaxşımı? Uşaqlar bu aydındır. Gəlin bir dənə mən sizlə dini, torpaq, sonra nə idi? Məhkəmə, vergi, rabitə, ticarət. Hansı islahat idi Qazanxanın yarımçıq qalmışdı? Möhkəmləndirən? Yarımçıq. Hə, yarımçıq. Hə. Məhkəmə. Hansı kəskin mübarizə şəraitində həyata keçirilmişdi? Bəli, vergi, məhkəmə. Sonra vergi. Hansı 2 illik müddətində həyata keçirilmişdi? Hansında alqı-satqı işi öz əksini tapmışdı? Möhkəmdir, narahat olma, bəli, məhkəmə. Hansında ki, vahid pul sistemi yaradıldı? Ticarətdə. Hansındaydı ki, bu torpaqlarda Monqol qoşununda xidmət edənlərə verilirdi? İqta torpaqlarda. Hansı torpaqlar hesabına verilmişdi? Dini, Aysa, dib. Dib nə idi? Torpaq bura yazmışım, qarışdırdım. Nə idi torpaqda? Dib, divan, İncu, Bayrat torpaq. Qazanxan kəndləri nə var torpaqlara məhkum etdi? Bir yerdən başqa yerə getməsi qadağan olundu. Bəli, 1303-cü ildə, bəli. Əhsən. Hansı torpaq vahid bu ticarəti bayaq səhv qoydum. Torpaq ticarəti yazdım, qarışdırdım, hə. Ticarət vahid ticarətdə yaranmışdı da, yaxşımı? Ondan sonra dedik ki, alqı satqında dedik, 30 illik qanun qüvvəsi məhkəmə islahatındaydı, yaxşımı? Vergilərin toplanması mərkəzi divana həvalə olunmuşdu. Vilayət hakimləri bu işə qarışmasını eləmişdi, qadağan olunmuşdu. Əsas məqsəd qazi vəzifəsinin təyin olunması idi məhkəmədə. Qazi vəzifəsinə təyin olunarkən bunlardan nə istəyəcəkdim? Qəbz. Aydındır? Hansı islahatdan sonra dedik ki, Mahmud ləqəbini götürmüşdü? Dini. Hansı vergini ləğv eləmişdi dini islahatından sonra? Qopçur. Bəli. Vəssalam. Görürsünüz, burada ürgənlik nə var ki? İndi uşaqlar, bunları vergi demişkən, gəlin mən sizə bunların vergilərində deyim. Aydındır. Ay uşaqlar, bunlarda torpaq mükəlləfiyyət forması. Yazıram bura Bayrat. Bir də nə idi? İncu. Uşaqlar, Bayrat yadınızda saxlayın. Monqol yürüşləri zamanı. Bax, yadınızda saxlayın. Əkinə yaralı böyük torpaq sahələri sahibsiz qalmışdı. Yəni, köç eləyir əhali. Monqol yürüşləri zamanı, bax, yadınızda, əhali qırğınlara məruz qalır. Köç eləyirlər qonşu ölkələrə. Torpaqlar nə cür qalır? Sahibsiz. Bu Bayrat torpaqlarına biz istifadəsiz torpaqlar deyirik, sahibsiz torpaqlar, yaxşımı? Amma Qazanxan islahatı nəticəsində bu torpaqların xeyli hissəsi siyahıya alınacaq, əhaliyə paylanacaq. Buradan belə nəticəyə gələ bilərikmi? Qazanxan siyahıya alma həyata keçirdi. Yaxşı? Aydındır? Siyahıya alma neynədir? Həyata keçirdi. İncu isə xan ailəsinə məxsusdur. Bunlar fərqli idi də. Məsəl üçün bildir Sultan ailəsinə xas xəssi eşitmişdik də. Bunlar da İncu idi. İndi gəlirik vergilərinə. Yadınızda saxlayın. Vergilərində deyirik ki, tamğa, bac, qopçur. Kömək edin mənə. Tamğa, sonra bac, nə idi? Qopçur. Yoruldunuz. Tamğa sənətkini görmən yazın. Tamğa sənətkarlardan alınan vergiləridir. Yadınızda saxlayın. Tamğa vergisi 5 hərfdən ibarət olduğuna görə 1565-ci ildə Təhmasib tərəfindən tamğa vergisi ləğv olunacaq. Qarşıda mən deyəcəm sizə. Uşaqlar, bac sözündə tacirlərdən alınan vergi. Sənətkarlardan bildikdə tamğa. Bac hansı idi? Aysa. Qopçur vergisi köçəri Monqollardan alınır. Qopçurda ç hərfinə fikir verir. Kimdən alınırdı? Köçəri Monqollardan alınırdı uşaqlar. Sonra deyəcəm bu vergi sonradan otaq əhali ödəyən nə idi? Can vergisinə çevrildi. Kimdən alınırdı ilk vaxtlar? Köçərlərdən. Sonra oturaq əhalinin ödədiyi nə çevrildi? Can vergisinə. Qopçur vergisini biz bayaq dedik nə vaxt ləğv olundu? Dini islahatından sonra. Bir dənə də bunu da deyim sizə vəssalam. Sənətkar dedim, ağlıma nə gəldi ay uşaqlar? 13,
Sonra 14-cü əsrlərdə əxilik yaranmışdı. Əxi neçə sözdən ibarətdir? Əxi. İndi deyirlər də əxi qardaş deməkdir də. 13-14-cü əsrlərdə əxilik yaranmışdı. Əxi Monqol işğalı dövründə uşaqlar sənətkarların, mənəvi siyasi birliyin, əxilik, yaxşımı, qardaşlıq, aydındır. İndi sizin indiki zamanlarda düşündüyünüz əxilik deyil ha. İndi bu yolla sənətkarlar nə edir da uşaqlar? Özlərini əyanların, feodalların, nə bilim başqa-başqa təzyiqlərdən qorunmağa çalışırdı. Aydındır sizə? 40 dəqiqəmiz tamam oldu bir də. Məncə hələlik bu qədər bəsdir. Mən sizə Hülakülər dövlətinin tənəzzülüdür, Çobanilər, Cəlalilər, Şirvanşahlar 13-14-cü əsr onlarda bir izahını verim, yaxşımı? Arif nereye getdi? Dayanın görüm.